İndi isə gəldik söhbətin alovlu yerinə. Başda da dediyim kimi, əgər siz Cənab Ortaq podkastını dinləyirsinizsə, artıq prosesin necə gedəcəyini bilirsiniz. Alqışlarınızla Paşa Financial Holding maliyyə direktoru Əfqan Əfqanlı və investisiya eksperti Emil Məmməd Sadıqov bəylərini mən səhnəyə dəvət edirəm. Salam. Xoş gəlmisiniz, səhnə sizindir. Buyurun. Çox sağ olun. Çox sağ olun ki, bizi dəvət elədiniz. Emil, mən sanki bir dejavu yaşayıram. Xatırlayıram ki, ilk dəfə 2009-cu ildə mən tədris eləyəndə və ilk dəfə auditoriyaya girəndə təxminən 25 nəfər tələbə var idi və 50 dənə göz mənə baxırdı və çox həyəcanlıydım. O vaxtdan indi 17 il vaxt keçib, amma sanki indi də həmin həyəcanı yaşayıram. Emil, çox sağ ol, bugün gəlmisən. Çox sağ olun ki, biz dəvət eləmişsiniz. Bizim, demək, indi bugünkü mövzumuz çox maraqlıdır. Çox mürəkkəb bir sözlərdən ibarətdir. İnvestisiya siklları, dövrləri və Azərbaycanda kapital bazarlarının yaranması, inkişafı və növbəti mərhələsi. Gəl istəyirsən birinci investisiya sikllərindən başlayaq. Biz səninlə uzun müddətdir ki, tanışıq və biz bildiririk ki, bu investisiya sahəsində çoxlu fəlsəfələr var. Çoxlu yanaşmalar var, amma bir 2-3 dənə, hətta daha doğrusu 2 dənə belə əsas fəlsəfə var. İstəyirsən bir ondan başlayaq ki, bu hansı fəlsəfələrdir, əsas prinsiplər nədir? Sonra isə inşallah yavaş-yavaş yola davam edək. Bu fəlsəfələr indi nə qədər praktikdir? Sonra keçərik doğma torpaqlarımıza. Salam Əfqan, çox sağ ol. İlk öncə bu tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm dəvət elədiyiniz üçün. Xeyirli olsun, çox gözəl tədbir alınıb, çox maraqlı çıxışlar olub. Ümid edirəm bizim çıxışımız da maraqlı olar sizin üçün. Bugün bizim danışacağımız mövzu əsas səhm investisiya ilə əlaqəli olacaq və səhm investisiyalarda bəlkə çox uzun da bildiyi iki əsas yanaşma var. Biri value, dəyər investisiyasıdır. İkincisi isə growth, yəni böyümə investisiyalarıdır. Və gəlin onların əsas fərqindən danışaq çox qısa. Amma Emil, burada bir dənə əlavə edim ki, bu sən dediyin prinsiplər təkcə səhmlərə aid deyil də, yəni onlar bütün aktivlərə aid ola bilər. Yəni olsun fiziki aktivlər, olsun rəqəmsal aktivlər, yəni yanaşma, fəlsəfə sanki elə bütün məsələlərə tətbiq oluna bilər. Bəli, tamamilə düzdür. Sadəcə bizim gətirəcəyimiz misallar daha çox səhm bazarından olacaq, çünki təcrübəmiz bu sahədədir. Başlayaq value yanaşmasından, yəni adından da bilindiyi kimi bu dəyər yanaşmasıdır və burada investorların əsas axtardığı investisiyalar, yəni öz dəyərindən daha aşağı qiymətə alına biləcək aktivlərdir. Düzdür, burada çox müxtəlif suallar çıxır. Birincisi, dəyər nədir? Bu çox vacib bir sualdır. Daxili dəyər nədir? Yəni qiyməti biz bilsək də, həmin o aktivin real dəyəri tapmaq çox individual bir şeydir. Yəni biri üçün bu yuxarı dəyər ola bilər, digər investor üçünsə aşağı. Və burada investorlar ona görə artıq obyektiv hansısa bir əmsallardan istifadə etməyə çalışırlar və ən çox istifadə olunan bu price to book, yəni şirkətin bazar dəyəri ilə şirkətin balans dəyərinin bir-birindən müqayisəsi. Və onların axtardığı şirkət
öz balans dəyərindən daha aşağı qiymətə satılan şirkətlərdir. Düzdür, bu bütün hallarda elə deyil, çox müxtəlif faktorlar var. Amma ilk baxdığı əmsal həmin bu price to book əmsalıdır. Growth investorlar isə onlar tam əksinə, onlar indiki vəziyyəti yox, indiki zamanı yox, onlar gələcəyə baxırlar. Onlar üçün vacib olan həmin o şirkətin və aktivin gələcəkdə gəlir qazandırma potensialıdır. Onlar gələcəyə fokuslandırlar. Yəni biz qısaca desək, value investorlar bugünə, growth investorlar isə gələcəyə baxır. Əla, əla. Emil, səmimi olsam mən daha çox hər zaman özümü bu dəyər investisiyası tərəfdarı hiss edirəm və şirkətləri təhlil edəndə baxıram ki, uzun müddət bu şirkətin gələcəyi nədir, nə kimi biznes dayanıqlığı var və s. Amma bu məsələnin bir də mənfi tərəfi var ki, biz sırf gedib rəqəmlərə baxanda, dayanıqlı bir biznesə baxanda o bazarı disrupt eləyən, bazarı bir çalxalayan biznesləri nəzərdən çıxara bilərik deyək. Olsun da Amazonu unuda bilərik, baxmaya bilərik. Nvidia, SpaceX bəlkə də ola bilər, yeri gəlmişkən. Bu da yaxşı məsələdir. Amma indi burada mən bir şey əlavə eləmək istəyərdim. Yəni çox adam fikirləşir ki, Warren Buffett sırf belə value investordur. Benjamin Graham'ın investisiya ideyalarının davamçısıdır. Bəli. Və əslində əvvəllər belə olub. Amma çox az adam bilir ki, Warren Buffett'in bu investisiya fəlsəfəsi 50 ildən çoxdur ki, dəyişib. Burada onun o həmkarı var idi də, o partnyoru var, Charlie Munger. Rəhmətli Charlie Munger. Rəhmətli Charlie dayı. Və onun çox böyük təsiri var idi o fəlsəfənin dəyişməsində. Tamamilə düzdür. Sırf bu Charlie Munger Warren Buffett'ə onun investisiya fəlsəfəsinin yenidən baxmağı, yenidən gözdən keçirməyi təklif eləyir və ona ucuz şirkətləri almaq yerinə əla şirkətləri yaxşı qiymətə almaq prinsipini izah edir. Və artıq 50 ildir ki, Warren Buffett həmin bu strategiya ilə davam eləyir. Çox düzgün deyirsən, Emil. Hətta mən xatırlayıram ki, bu Warren Buffett'ın Berkshire Hathaway'ın sonuncu onun canlı özü iştirak elədiyi illik səhmdarlar yığıncağında o Apple-ı göstərdi və dedi ki, Tim Cook Berkshire səhmdarları üçün hamıdan çox pul gətirən bir CEO-dur. Çünki Emil'in dediyi kimi məhz Buffett'ın o dəyər investisiyasını biraz modifikasiya edəndən sonra onlar Apple-a çox uzun müddət investisiya elədilər və onların tarixində ən yaxşı, ən gəlirli bir investisiya oldu. Emil. Bəli, yəni Warren Buffett sırf value investor olsaydı o Apple şirkətini heç vaxt almazdı. Və burada daha başqa bir məşhur investorun payı var. Bilmirəm, bəlkə adını eşitmişsiniz. Philip Fisher və onun məşhur kitabı var. Common Stocks, Uncommon Profits. Hamıya məsləhət görürəm. Və o bu kitabda value yanaşması ilə growth yanaşmalarını bir-birinə birləşdirir. Və belə bir maraqlı fakt var ki, həmin bu Philip Fisher o Motorola şirkətinin səhmini öz portfelində düz 50 il saxlayıb. Wow, əla. Nəyə görə? Çünki orada həm dəyər görüb, həm də davamlı olaraq böyümə potensialı var idi. Bax, indi Emil, biz elə bugünkü mövzusunun ikinci hissəsinə gəlsək, o skilllər hissəsinə gəlsək, skilllərdə bu bəlkə də çoxlarının məlumatlı olmadığının bir investor var, Howard Marks. Onun Understanding the Market Cycles kitabı var ki, harda o bütün bazar skilllərini belə çox gözəl və biraz ədəbi formada hətta deyərdim. Onu məşhur o kəfkir misalı var. O izah edir. Amma səndən xahiş edərdim ki, bəlkə onun haqqında bir danışaq ki, o sikllər nədir, bazar sikillərinə, dövrləri nədir və hər siklin özünün yəqin ki, bir müəyyən
öz parametrləri, spesifikası var. Xüsusiyyətləri var. Xüsusiyyətləri var, bəli. Bəli. Ümumiyyətlə Howard Marks çox məşhur bir investordur və qeyd elədiyin kitabdan başqa digər kitabları da var. İnternetdə onun video çıxışları var, investorlara yazdığı məktublar və bunlar hamısı pulsuz olaraq tapa bilərsiniz internetdə. Və sizə deyim, yəni universitetdə oxumaqdansa bəlkə elə onun bu kitablarını və yazdığı məktubları oxusaz daha çox, daha faydalı məlumat əldə edə bilərsiniz. Tam razı. Howard Marks ümumiyyətlə bazarın əsas hərəkət etdirən faktoru insan psixologiyası hesab edir. Və bu insan psixologiyasının bu riskə olan yanaşma prizmasından baxmağı təklif eləyir. Yəni insanlar hal-hazırda riskə necə yanaşırlar? Yəni insanlar indi riski qəbul eləməyə hazırdılar, yoxsa tam əksinə riskdən qaçırlar? Və burada belə maraqlı bir dilemma yaranır. Əgər insanlar istənilən riski qəbul edirlərsə, bu o deməkdir ki, bazar çox risklidir. Və əksinə, insanlar bazarı çox riskli görürlərsə, yaxşı investor, ağıllı investor tam əksinə bazara aqressiv şəkildə davam eləməlidir, girməlidir və maksimum dərəcədə yaxşı şirkətləri əldə eləməlidir. Və burada da bir misal gətirim. Məsəl üçün 2008-ci il maliyyə böhranı zamanı Bəli. hamı aktivləri satanda Howard Marks 10 milyardlıq yeni bir fond yaradır və 10 milyardda həmin ucuzlaşmış aktivləri əldə eləyir. Wow. Howard'ın çox gözəl bir ifadəsi var. Hansını ki, mən rəsmən oğurlamışam və çox istifadə edirəm. O deyir ki, ağaclar göylərə qədər heç vaxt uzanmır, heç vaxt böyümür və heç nəyin də qiyməti, əksər şeylə qiyməti sıfıra düşmür. Bax, indi baxsaq, indi bütün bazarlara baxsaq, geosiyasi vəziyyətə baxsaq, Hormuz boğazına baxsaq, Vaşinqtona baxsaq, səncə indi bazar və ya bazarlar hansı sikldədir? Sən nə görürsən? Nəyi bölüşə bilərik? Əslində Howard Marks deyir ki, proqnozlar etmək düzgün deyil. Bəli. Amma biz indiki vəziyyətə baxaq. Yalnız bəli. Biz görürük ki, son hardasa 3 ildir bazarlar çox kəskin şəkildə artır. Aha. Bunun bir neçə səbəbləri var. Bunlardan biri deyə bilərik ki, məsəl üçün Federal Rezerv faizləri aşağı salırdı. Bəli. Süni intellekt boomu bu çox vacib bir amildir. Yəni yeni texnologiya bazara təklif olundu və bazar bunu qiymətləndirdi. Amma fikrimcə indiki səviyyədə bax bu ekspansiya dövrü hardasa sona yaxınlaşır. Son deyil, amma sona yaxınlaşır. Amma düzdür, gələcəyi biz bilə bilmərik. Burada çünki o məşhur Bayes formulası var statistikadan. Bəlkə çoxunuz bununla tanışsınız. Yəni hər yeni faktor o ehtimallar səviyyəsini dəyişdirir. Aha. Yəni bilmədiyimiz yeni bir şey ortaya çıxa bilər ki, həmin o ehtimallar dəyişər və mən dediyim o ekspansiya dövrünün sonu olmayacaq, tam tərsinə yeni bir ekspansiya olacaq. Ya da əksinə düşüş ola bilər, çünki bildiyiniz kimi bu faizlərin aşağı salma dövrü demək olar ki, bitib. Aha. Və hətta bəzi investorlar faizlərin yüksəlməsini də gözləyirlər. Bəli. Eyni zamanda da bu baş verən konfliktlər də hansı ki neft qiymətlərinə təsir etdi və hansı ki yəqin ki bazarda inflyasiya gözləntilərinə də yenidən baxmağa sövq elədi ki, hansı ki biz artıq başlamışıq hiss etməyə və məncə bazarlar da onu başlayırlar hiss etməyə ki, yəni biz adi istehlakçı olaraq hiss edirik, amma bazarlar nə qədər bunu indi qiymətləri nəzərə alır, yəqin ki bu da növbəti dövrlərdə görsənəcək. Bəli, düşünürəm ki elə olacaq. Bax, indi biz investisiya fəlsəfəsini danışdıq, siklləri danışdıq, gəl indi düşək doğma torpaqlarımıza. Bizim bazarlarda, yəni Azərbaycan kapital bazarına baxsaq,
Məncə ədalətli olar deyək ki, İstənilən səviyyədə deyil. bəli. Çox sağ ol. Çox sağ ol ki, mənə siyasi cəhətdən düzgün tərif tapmaqda kömək oldun, amma yəni yerimizdə saymışıq deyə bilərik. Bax sənin baxışın nədir? Yəni səncə bunun səbəbləri nə idi və indi biz hansı fazaya giririk? Bilirsən Əfqan, burada yenə müxtəlif faktorlar var. Ümumiyyətlə Azərbaycan bazar iqtisadiyyatına 90-cı illərin əvvəlində başlayıb, ondan əvvəl bizdə planlı iqtisadiyyat olub. Bəli. Və bilmirəm, çox az adam bilir, bəlkə heç həmin vaxtda yaşamayıblar. Digər tərəfdə doğulmuşdular. Bəli. 90-cı illərdə kapital bazarının yaranması üçün infrastruktur yox idi. Aha, İnsanlarda maliyyə savadlılığı çox aşağı səviyyədə idi. bəli. Və ümumiyyətlə bazara çıxa biləcək şirkətlər yox idi, emitentlər yox idi. Və sırf ona görə düşünürəm ki, yəni dövlətimiz bu başqa yolu seçdi və kapital bazarından daha çox pul bazarına, yəni maliyyə bank sektoruna daha çox üstünlük verdi. Amma son illərdə həm İqtisadiyyat Nazirliyi, həm regulyatorumuz Mərkəzi Bank, həm Bakı Fond Birjası çox faal təbliğ eləyir kapital bazarlarının inkişafını və biz bunun nəticələrini də görürük. Son illərdə baş tutmuş Azərbaycan Beynəlxalq Bankının IPO-su, yəni ilkin kütləvi yerləşmə baş tutub və demək olar ki, yekunlaşmış Paşa Bankın IPO-su da Bəli. uğurla nəticələndi. Bu arada sizi təbrik edirəm Paşa Çox. Holdingin nümayəndəsi olaraq. Çox. Bu çox vacib faktorlardır, vacib amillərdir və düşünürəm ki, gələcəkdə bu bazarın inkişafın üçün çox böyük töhfəsi olacaq. Emil, bu xüsusilə son dövrlərdə bu məşhur konsultasiya şirkətlərindən bu McKinsey və digərləri həmişə nəsə bir həll təklif eləyəndə əvvəlki təcrübələri bölüşürlər və bu post-sosialist ölkələrdə həmişə ən yaxşı təcrübə bu bazarların inkişafında bizə Polşanı göstəriblər ki, bu işi ən yaxşı quran bu post-sosialist lagerindən, düşərgəsindən çıxmış ölkələrdə ən yaxşı quran məhz Polşa olub. Bu Varşava Fond Birjasının misalını həmişə bizə göstərirlər. Bax, bu misala baxsaq da, yəni bunu səninlə yəqin ki, biz bir dəfə də müzakirə etmişdik və yaxşı olar ki, sən bölüşəsən ki, məsələn, onlar nəyi yaxşı bacardılar və biz bundan dövlət olaraq, biz xalq olaraq nəyi örnək götürə bilərik onların təcrübəsindən. Çox yaxşı bir кейsdir. Yəni ümumiyyətlə hamınıza bu Polşa misalı haqqında daha ətraflı oxumağa məsləhət görürəm. Yəni Polşa keysində düşünürəm 2 dənə vacib faktor var. Birincisi bu özəlləşdirmə prosesinin necə apardıqlarıdır. Yəni çoxunuz bəlkə eşitmisiniz, Azərbaycanda özəlləşdirmə necə baş verib? Yəni insanlara bu özəlləşdirmə çekləri paylamışdılar. Bəli. Və şirkətlərin özəlləşdirmə auksionlarında iştirak etməyi təklif elədilər. Amma çox az insanın ümumiyyətlə auksionlar haqqında məlumatı var idi. O vaxt nə internet var idi, qəzetdə nəsə çap olunurdu ki, Bəli. filan şirkətin özəlləşdirmə auksionu baş verəcək və həmin şirkətin rəhbərləri çıxmaq şərti ilə demək olar ki, digər insanların xəbəri yox idi bu özəlləşdirmələrdən. Polşada isə tam əksinə, onlar bütün özəlləşdirmələri birja vasitəsilə elədilər. Yəni şirkətlərə şərt qoydular ki, siz özəlləşdirməyə birja vasitəsilə, yəni hamıya ilkin kütləvi yerləşdirmə şəklində olacaq. Yəni hamıya bu məlumatı bölüşəcəksiniz və ona görə Polşada kapital bazarları artıq 90-cı illərin əvvəlindən inkişaf eləməyə başladı. İkinci faktor isə bu institusional investorların olmasıdır. Bəli. Yəni Polşa
90-cı illərin əvvəlində artıq öz pensiya sistemini ə, dəyişdi və özəl pensiya fondları yarandı. Bu da artıq bazarda böyük institusional oyunçuların ortaya çıxmasına gətirib çıxardı. Bu da çox vacib bir amildir. Əgər səhv eləmirəmsə, millətdə orada o qanunvericilik səviyyəsində deyəsən tələb var idi ki, fondlar məhz o yerli şirkətlərin səhmlərinə investisiya etməlidirlər. Yəni onlar həmin o pulları kənara yerləşdirə bilmirdilər. Tamamilə düzdür. Yəni onlar bir ekosistem yaratdılar. Birincisi emitent bazası, yəni investisiya olunacaq alətlər və investor, institusional investor. Və bu iki faktor həmin o kapital bazarının inkişafına çox böyük töhfə verdi. İndi bəs bizə də baxsaq, sənin bayaqki 2 dənə misalında da bizə sanki artıq o birinci faktor yaranmaqdadır. Yəni ABB IPO-su oldu, Paşabank IPO-su oldu, yəqin ki digər IPO-lar da olacaq. Yəni artıq bu birinci faktor var. İndi sanki biz ikinci faktor üzərində, yəni ola bilsin ki dövlət qurumları, yəni regulyator bu haqda düşünür. Tam düzdür. Yəni artıq investisiya olunacaq alətlər var, həm səhmlər, həm istiqrazlar, amma hələlik institusional investor yoxdur və görürük ki, həm regulyator, dövlət bu barədə artıq müəyyən bir çalışmalar eləyir. Bax, burada mən bura gəlməmişdən qabaq biraz elə varaqlayırdım bəzi təcrübələri. Burada bir dənə məsələ var idi ki, bu sistemin dayanıqlığına bir inamın artırılması məsələsi var. Yəni biz səninlə onu danışmışdıq ki, məncə bizim bank sisteminin etibarın yaranması məhz o sığortalanma mexanizmisindən sonra oldu. Adamları daha çox, məsələn, fərdi əmanətçilərə əminlik verildi ki, dövlət bunu sığortalayır. Artıq o vahid bank kimi banklara bazarda yer olmadı və dövlət daha çox bunu zəmanət verdi. Amma qiymətli kağızlarda məncə bizdə yalnız indi vergi güzəştləri var. Yalnız hansı ki fərdi investorlarda. Amma səncə bu fərdi investorlarla bağlı yəni dövlət regulyator tərəfindən hansı addımların olması o fərdi investorlarına bazarda aktiv olmasına bir şərait yarada bilər? Çətin bir sualdır. Əslində bunu regulyatora o sualı vermək lazımdır. Regulyator yox deyə biz sənə veririk. Məsəl üçün, qeyd elədiyin o vergi güzəştləri çox gözəl bir misaldır. Bəli. Əlavə olaraq, məsələn, bəlkə çoxunuz bildiyiniz kimi, Amerikada hər fərdi investorun $250.000 qədər investisiyaları brokerin fraudlarına qarşı sığortalanıb. Dələduzluğa qarşı sığortalanıb. Yəni bu da çox yaxşı bir misaldır. Düzdür, bizə $250.000 olmasa da müəyyən qədər bir sığorta mexanizmi olsa, o da çox yaxşı olacaq. Yəni insanlara bu investisiyalara etibarı qazandırmaq lazım. Amma mənim bir dənə başqa bir faktor var, hansı ki səninlə bölüşmək istəyirəm. Biz Buffett haqqında danışdıq və Buffett'in birinci prinsipi nə idi? Yəni birinci prinsipi nə idi ki, anlamadığın bir şeyə yatırım etmək lazım deyil. Məncə burada biz ümumi auditoriyanın, ümumiyyətlə cəmiyyətimizin məlumatlandırılmasını, yəni investisiya təlimlərinin artırılmasını məncə çəylərimizi artırmalıyıq və mən bilirəm ki, sən bu sahədə çox aktivsən və xahiş edirəm onunla bağlı bölüşəsən ki, sənin bir portalın var, onun haqqında bölüş və bizim də eyni zamanda bir podkastımız var. Düzdür, bu bir hobbi şəklindədir. Yəni biz Əfqanla bərabər bir podkast yaratdıq. Cənab Ortaq podkastıdır. Həm Apple-da, həm Spotify-da tapa bilərsiniz. Əlavə olaraq bir internet sayt var. investmarathon.com. Orada da investisiya aləmindən belə maraqlı hadisələr
çox sadə dillə izah eləməyə çalışırıq. Bir də Telegram kanalı var, İnvestisiya Marafonu. Buyurun. Belə deyək, hər şey pulsuzdur. Reklam yoxdur. İstənilən vaxt qoşulub maraqlana bilərsiniz. Çox sağ ol Emil. Əfqan bəy, Emil bəy, mən sizə təşəkkür edirəm. Çox sağ ol. Biz QR kodlar paylaşmışdıq. İştirakçıların da sizə sualları var. İcazə versəz, mən o sualları səsləndirərdim. Çox sağ ol. Bəli. Söhbətin gedişatı bu formada davam edərdi. Olarmı? Əla. Olarmı? Əla. Deməli, bizim bir neçə suallarımız var. Dostlar, siz də əlavə suallarınızı yazaraq davam edə bilərsiniz. Əlbəttə ki, bütün sualları oxuya bilməyəcəm. Maraqlı hesab elədiyim sualları buradan səsləndirəcəm ki, spikerlərimiz onları cavablandıra bilsinlər. Orxan Əsədli yazır ki, mən hazırda rəsmi lisenziyalı paylaşım edilən layihə hazırlayıram. Belə bir layihənin investisiya alma şansını artırmaq üçün ilk növbədə istifadəçi sayı, gəlir modeli yoxsa komanda daha vacibdir? Belə bir sualımız var. Buyur. Emil bəyim. Sözün açığı, səs biraz exo ilə gəldi. Tam Mikrofonsuz deyəcəm. Aha. Dostumuz yazır ki, mən hazırda rəsmi lisenziyalı paylaşım edilən layihə hazırlayıram. Bəli. Belə bir layihənin investisiya alma şansını artırmaq üçün ilk növbədə istifadəçi sayı, gəlir modeli yoxsa komanda daha vacibdir? İnvestisiya almaq istəyir dostumuz, bilmək istəyir ki, ən vacib olan məqamlar nələrdir? Emil, sən təcrübəni deyirsən, yoxsa mən bölüşüm? burada ilk öncə mən deyim, ondan Buyur. sonra. Yəni bu qeyd elədiyiniz bütün faktorlar vacibdir. Yəni mən Yəni. ancaq yaxşı komanda qurum, amma investorların olan danışıqlara biraz elə ki onun üstündən keçim, belə bir şey olmamalıdır. Yəni bu çox çətin bir prosesdir. Yəni onu qeyd eləyim ki, yəni investor elə belə heç kəsə pul vermir. Razı. Yəni bu ona görə investordan pulu cəlb eləmək üçün burada əvvəl Əfqan çox yaxşı bir misal göstərmişdi. Biz bunu əvvəlki podkastda müzakirə eləmişdik. Bu evlənmək kimi bir şeydir. Bəli. Və siz həyat yoldaşınızı necə dəyərləndirirsiniz, onu araşdırırsınız. İnvestor da investisiyanı eyni şəkildə araşdırır. Ona görə o hər şeyə baxacaq. Komandanıza da baxacaq, ailənizə də, pulunuza da, şirkətinizə də, gəlirinizə də. Yəni bütün faktorlar vacibdir. Mən əlavə eləyərdim. Buyurun. Emilin dediklərinə əlavə, məncə ən birincisi bu hekayədir. Yəni sonda siz bu hekayə nə qədər realdır, ikincisi isə şəxsən sizin özünüzdür. Yəni bu hekayəni siz reallaşdıra bilirsiniz yoxsa yox? Son bayaqki misalımızda biz SpaceX götürsək. SpaceX məncə yalnız bir hekayənin üzərində qurulub. Elon Musk bunu edə biləcək yoxsa yox? Orada qalan bütün məsələlər hamısı, əgər siz onların S1 forması var, təxminən 170 səhifəlik bir sənəddir. Orada baxsaz o qədər ambisiyalı bir hekayələr var, amma sonda adamlar baxırlar ki, Elon Musk buna qədər nələr edib. İndi sizdə də həmin məsələdir Orxan bəy. Əgər siz indiyə qədər bu kimi məsələlər, bu kimi layihələr etmisinizsə, əminəm sizin şansınız daha çoxdur, amma etməmisinizsə biraz ehtimalınız aşağı görsənir, amma siz nə qədər yaxşı o hekayənizi danışa bilirsinizsə, bu çox vacibdir, amma üstə gəl Emilin dedikləri məsələlər. İzah üçün təşəkkür edirik və növbəti suala keçirik. Növbəti sualımız Paşa Bankın səhmi haqqındadır. Son zamanların populyar mövzusu. Sualı Əhmədli Vəli yazıbdır. Səhmin dəyəri 55 manat idi və ümumi 932.926 ədəd səhim buraxılmışdı. Səsim qaydasında gəlir? Bəli, bəli. Buraxılmışdı. Bu isə ümumi dəyərin 5%-ni təşkil edirdi. Bu isə o deməkdir ki, bankın ümumi dəyəri 1 milyard manatdan çoxdur. Yəni investisiyanın sadəcə 2x etməsi üçün bankın dəyəri 2 milyarda çatmalıdır. Bu, Azərbaycandakı hazırki vəziyyətdə nə qədər əlçatandır, rəqəmlərdə səhvim ola bilər. Sual belədir. Dostumuz məncə 2x eləmək istəyir investisiyasını, ya da hələ investisiya eləyəməyib, mümkünlüyünü soruşur. Emil, mən götürüm bu sualı. Bəli, bu sənəd Mən ayaq. birincisi bu 55 manatla bağlı. Biraz haşiyə çıxın. Baxın,
kimsə bir ev alır, boz divarları alır, düzdür? Yəni boz divarları alanda yeni tikilidən biz onun kvadrat metresinə müəyyən bir vəsait ödəyirik. Sonra isə başlayırıq onu təmir etməyə. Nə bilim, divarlarını düzəldirik və s. və ilaxır. Yəqin ki, sonra satış qiyməti olanda artıq o ilkin qiymətdə deyil. Yəni Paşa Bankın elə bir ki, sanki ilkin kapitalına baxsaq, orada bir səhmin qiyməti 20 manat olmalıdır. Amma bank illərcə bir mənfəət əldə edib. Yəni sanki biz illərcə Paşa Bankda bir təmir işləri görmüşük. Bu həmin yığılmış mənfəətlərdir ki, təxminən bir səhmi 35 manat idi. Yəni indi real baxsaq, Paşa Bankın satış qiyməti onun balans qiymətinə bərabərdir. Aşağı-yuxarı. Orada çox 1% kimi fərq var. O ki qaldı indi 55 manat nə qədər realdır yoxsa yox. Çünki biz Emillə hər zaman podkastda danışırıq ki, istənilən aktivin dəyəri onun gələcək dövrlərinin, gəlirlərinin bugünə diskontlaşdırılmış bir dəyəridir. Bununla bağlı nə deyə bilərəm? Biz baxa bilərik ki, ümumiyyətlə Azərbaycanda bank bazarı nə qədər inkişaf edib, kapital bazarı nə qədər inkişaf edib. Bank bazarı bizdə baxsaq, ümumi bir əmsal var, bank aktivlərinin ümumi daxilə məhsula olan nisbəti. Azərbaycan öz oxşar ölkələr aşağısında ən aşağı göstəriciyə malik, təxminən 17% kimidir. Yəni, əgər bizim hətta iqtisadiyyatımız artmazsa belə, bank bazarımızın artım imkanı 2,5 dəfədir. Yəni, orta göstərici təxminən 40% olmalıdır. Bank aktivlərinin ümumi daxili məhsula olan nisbəti. İkinci məsələ isə, mən baxardım həmin bankın potensialına. Yəni, Paşa Bank, ABB və digər çox güclü sistem əhəmiyyətli banklardır ki, onların çox güclü bir qoruyucu bir qüvvələri var. Biz ona xəndək deyirik. Və məncə hər iki bankın çox böyük bir bazarda dominant mövqeyi var ki, hansı ki, onlara hələ bir növbəti illərdə də stabil gəlir qazanmaq imkanı verəcək. Yəni, sonda o hekayədir. Yəni, ona məsələyə qayıdıram və ümumiyyətlə deyim ki, bizim bank bazarımız nisbətən daha az inkişaf edir, nəinki bizim oxşar səyahətlərimizdə. O cəhətdən hər iki bankın potensialı vardır. Əfqan bəy, təşəkkür edirik. Emil bəy, əlavə eləmək istədiyiniz nəsə var mı? Yox, məncə çox gözəl şəkildə. Amma Emilə bir şey əlavə edim ki, Emil vaxtilə ABB səhmləri üzrə çox ətraflı bir təhlil aparmışdı və aktiv ABB səhmdarıdır. Yəni... Elə bu sualın ardı olaraq Xəyal Hüseynov yazır ki, Paşa Bank səhmlərini blokçeyn üzərinə keçirmək planları varmı? Belə bir sual var. Bilirsiniz, bu çox yaxşı sualdır, amma bayaq Emil dediyi ki, bəlkə də bizə o ünvanlanmayan sualdır. Çünki infrastruktur olmalıdır, dostlar. Yəni, məncə indi həm Mərkəzi Bank, həm Milli Depozit Mərkəzi ümumiyyətlə Azərbaycan bazarının infrastrukturunun güclənməsi üzərində işləyirlər və mən bunu şəxsən çox dəstəkləyir və görürəm. Ola bilsin ki, geniş ictimaiyyət görsənmir. Məncə birincisi bizim Milli Depozit Mərkəzinin bütün dünya milli depozit mərkəzləri ilə əlaqəsini qurmaq lazımdır. Bu infrastruktur tələb edir. İkincisi isə yəqin ki, rəqəmsallaşma olmalıdır. Yəni rəqəmsallaşma məncə növbəti mərhələdə olacaq. Olmayacaqmı? Yəqin ki, bu biraz səhv fikir olar, amma olacaq, amma zaman tələb edəcək bir addımdır. Əminəm ki, bizim cəmiyyətimiz daha çox rəqəmsallaşdıqca, daha rəqəmsal aktivlərə yatırımlar artırdıqca bu bazar özü bunu tələb edəcək. Yəni bu bizim emitentlərin istəyindən asılı deyildir. Bu daha çox sizlərin və bazarın tələbindən doğur. Təşəkkürlər Əfqan bəy. Əhmədli Vəli maraqlı bir sual daha ünvanlayıbdır. 2008-ci il qlobal maliyyə böhranına bənzər hadisə təkrarlanarsa, riskimizi minimuma endirmək üçün necə bir yol izləməliyik və böhran, yüksəliş kimi bir siklın sonuna yaxınlaşdığımızı necə bilə bilərik? İzləməli olduğumuz indikatorlar hansılardır? Emil, bu sual üzrə məncə səndən qarşı cavab verə olmayacaq. Bilirsiniz, sizə bir şey deyim. Bu 2008-ci ilin böhranının konkret olaraq nə vaxt baş verəcəyini heç bir proqnozçu, iqtisadçı tuttura bilməmişdi. Bəli. Yəni müxtəlif faktorlara baxdılar.
Amma yəni müəyyən bir balonun yəni olduğunu bir çox investor deyirdi, elə Howard Marks özü də. Amma onun nə vaxt baş verəcəyini heç kəs tutmamışdı. Burada da Keynes'in, səhv etmirəmsə, bir sözü var. Yəni bazar sizin o ödəmə qabiliyyətiniz bitənə qədər qeyri-rasional ola bilər. Bəli. Yəni belə bu şəkildə bəlkə tam tərcümə düzgün deyil, amma bazarlar əfsuslar olsun ki, rasional deyil. Yəni əvvəlcə də dediyim kimidir, onları hərəkət etdirən insan psixologiyasıdır. İnsan psixologiyasını da bilmək mümkün deyil. Bəli, balon ola bilsin ki var, amma bu əvvəl də dediyim kimi, yəni bias formula deyilən bir şey var. Yəni yeni bir faktor ortaya çıxa bilər ki, əslində görə başa düşəcək ki, bu balon deyil. Bu belə də olmalıdır. Bazarın belə yuxarı getməyə daha çox yolu var. İstəyirsiz mən də bir iki dənə Əlbəttə. Emin dediyinə əlavə edeyim. Əlbəttə. Yəni mən həmin dostumuza nə tövsiyə edərdim? Yəni iki böyük qorxu var. Birinə FOMO deyirlər də bu fürsəti əldən qaçırma qorxusu. Şəxsən mən ən çox bundan əziyyət çəkirəm ki, vaxtında çox bir yüksək sıçrayışlı, yüksək potensiallı şirkətlərə investisiya etməmişəm və çox uduzmuşam. Məsələn, Nvidia, Palantir və digərlər kimi. O dostunu tövsiyə edərdim ki, öz yatırımlarını iki hissəyə bölsün. Birinə bir konservativ baxsın, mühafizəkar baxsın. Birinə isə biraz ambisiyalı baxsın. Mühafizəkar nə deməkdir? Məsələn, şəxsən, indi son zamanlar mən şəxsən baxıram, insan olduqca yəqin ki, qida olacaq, diş fırsatı lazım olacaq, pizza yeyəcəyik, nə bilim, bizə ərzaq lazım olacaq. Bu bizneslər hər zaman olacaqdır. Doğrudur. Və eyni zamanda Emilin bayaqlar dediyi kimi yeni texnologiyalar yaranır. Yəni hamı inanır ki, süni intellekt çox böyük dəyişikliklər olacaq. Yəni bazarda Emilin dediyi kimi bazarda çox böyük bir ümid hissi indi qiymətlərdə oturub. Bu nə qədər realdırmı? Mən şəxsən bilmirəm, yəqin ki, Emil sən də bilmirsən. Bilsəydi yəqin biz burada olmazdı. Amma əminəm ki, bu dəyişəcək. Bu sanki internet hədisəyə baş verəndə 2000-ci illərin əvvəlində çox böyük bir ümid var idi. Lakin nə baş verdi? Müəyyən bir çöküş oldu. Bazar özü real internetdən qazanan biznesləri saxladı. Əgər məsələn baxsaz tarixçəyə Amazonun səhmləri $90-dan $6 düşmüşdü. Amma o zaman da Jeff Bezos deyirdi ki, biz indiki qiymətlərə baxmırıq. Biz gələcək biznesləri, gələcək yeniliklər yaradacaq. O vaxt onlar yalnız kitab satırdılar. Amma indi Amazon heç kitab satmır dostlar. Yəni o cəhətdən yəqin ki, indikatora yox, yanaşmamı bir tərəfdən mühafizəkar edərdim, bir tərəfdən də çox optimist edərdim ki, bir-birini bir tarazlasın. Ümumiyyətlə, iqtisadiyyatı proqnozlaşdırmaq çox çətindir və burada Peter Lynch'in, yəni ki, tanıyırsınız, o da çox məşhur bir investordur. Belə bir ifadəsi var. Əgər siz makro proqnozlara ildə 13 dəqiqə sərf eləmişsinizsə, o deməkdir ki, 10 dəqiqənizi boşuna vermisiniz. Bəli. Təşəkkürlər. Son iki sualda səsləndirim. Biz artıq panel müzakirəni və söhbəti yekunlaşdıra bilərik. Aydın Nağıyev yazır ki, Azərbaycan bazarında investorların ən çox etdiyi və kitabların yazmadığı yerli səhv hansıdır? Dünyadan fərqli olaraq bizdə hansı psixoloji sərhəd var? Səhvlərlə bax. Məncə, yəni çətin sualdır. Məncə Azərbaycanlı investorun ən böyük səhvi az investisiya eləməkdir. Mən əlavə edərdim ki, Emilin dediyinin əlavəsinə bəlkə də ola bilsin ki, araşdırmamaqdır. Yəni, məsələn, indi tutağım ki, Paşabank, ABB IPO-ya çıxıb da, yəni neçə nəfər olan səhmlərini alanda girib şirkətin rəhbərlərinə baxıb, şirkətin hesabatlarına baxıb. Ola bilsin ki, orada hansısa bir çətin terminlər var, amma şükür Allah indi
Gemini-yə, GPT var, ChatGPT-yə bəli. istənilən nəyi versiniz, sizə çox sadə dildə onu izah edir ki, bu nə deməkdir. İndi bank biznesində çətin terminallər varmı? Var. Amma siz özünüz bu biznesi nə qədər anlayırsınız? Yəni sonda hamımız yəqin ki, bank istifadəçisi, bank məhsullarını istifadə edirik. Mən bu sadəcə o misal olaraq deyirəm. Olsun istiqraz məsələsində məncə Azərbaycan investorunun indi elədiyi səhv odur ki, bu biznesə uzun müddətli baxıb onu biraz araşdırılmasına, təhlilinə sanki az vaxt sərf edirik və biraz da o qısa müddətli düşünürük. Amma tövsiyə edərdim ki, biraz uzun müddətli düşünək. Tamamdır. Elə bir dənə də sual var. Məncə düşünürəm ki, elə bu mövzunun ardını gətirmək üçün verilə bilər. Rövşən Məmmədov yazır ki, yerli kapital bazarında canlanma dövrünü tezləşdirmək üçün hansı addımlar atılmalıdır? Bu sualla da yekunlaşdırırıq. Əslində biz bunu bu haqda az da olsa toxunmuşduq. Yəni bazarın inkişafı üçün iki dənə amil lazımdır. Birincisi emitentlər lazımdır, hansılar ki öz qiymətli kağızlarını təklif eləyəcəklər. Tələb tərəfində isə investorlar. Yəni Azərbaycanda emitentlər yavaş-yavaş yaranır, amma investorlar, institusional investorlar yoxdur. Yəni Amerika bazarını məsəl üçün inkişaf olmuş bazarlara baxsaq, orada bazar həcminin 99.9%-ni böyük fondlar yaradır. Bəli. Bizdə isə hələlik yoxdur, böyük fond yoxdur. Kimlər ola biləcək? Məsəl üçün, əgər pensiya reformu olsa, pensiya fondları ola bilər. Sığorta şirkətlərin əllərində uzun müddətli vəsait olsa, onlar investisiya eləyə bilər. Və təbii ki, investisiya fondları yaradılmalıdır, mütləq. Yəni mən yeganə əlavə edərdim ki, yəqin ki, biz nə edə bilərik? Mən tövsiyə edərdim ki, hamımız yəqin ki, evlərimizdə müəyyən bir vəsait var ki, hər zaman balışın altında olur. Şkaf, dolablarda bir mehrabların arasında olur, saxlayırlar. Bizim cənab Kazımov demişdi, 10 milyard dollardan çox. 10 milyard manat. Mən yeganə onu tövsiyə edərdim ki, həmin evdə bir təşviqat, təbliğat işləri aparaq ki, həmin balışdan və dolabdakı vəsaitin müəyyən hissəsini qiymətli kağızlara yönəldək. Şəxsən mən bizim ailə sərvətimizin çox böyük hissəsini yerli bazarda investisiya etmişəm. Emitentlərimiz kifayət qədər açıqdılar. Mən istənilən emitentə elə LinkedIn üzərinə yazanda ki, olarmı mən sizin hesabatınızı eləyəm? Demək olar ki, 80% qaydılar ki, buyurun. Hesabatları verirlər və dediyim kimi, indi hesabatları oxuyub anlamaq üçün heç bir sizə bir maliyyə məsləhətçisi lazım deyil. Gemini, ChatGPT, Perplexity, nə bilim, Anthropic, nə istəyirsiniz sizin üçün indi hazırdır və çox yaxşı da gəlirlik verirlər. Həm yerli valyutada, həm xarici valyutada. Ona görə birinci özümüzdən başlamağı tövsiyə edərdim. Əfqan bəy, Emil bəy, təşəkkür edirəm vaxtınızı bizim üçün ayırdınız. Təcrübənizi, biliyinizi bizimlə paylaşdığınız və istiqamətləndirdiyiniz üçün. İndi isə bir şəkil çəkdirək və müzakirəni məncə yekunlaşdıra bilərik. Çox sağ olun. Alqışlar. Çox sağ olun. Biz harda dayansaq yaxşı olar? Elə burada mı dayanaq? Tamam. Okay.